Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının konstitusiyasında dəyişiklik təsdiq edilməsi haqqında Konstitusiya qanununun tətbiqi barədə sərəncam imzalayıb. Mövcud qanun layihəsi ilə Naxçıvan konstitusiyasında bəzi maddələr dəyişdirilib və əlavələr edilib. Qanun layihəsində nələr nəzərdə tutulub? Sujetdə. Qanuna əsasən Azərbaycan Konstitusiyasındakı Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının preambulasında da öz əksini tapıb. Bundan başqa Muxtar Respublikanın Konstitusiyasında Moskva və Qars müqavilələrinin adları preambula hissəsindən çıxarılıb. Naxçıvan Muxtar Respublikasının statusu yalnız təbii ki, Azərbaycan Respublikasının öz güc və imkanları hesabına özünün yurisdiksiyasında, daxili yurisdiksiyasında olan məsələ kimi bundan sonra artıq birmənalı şəkildə qiymətləndiriləcək. Artıq Naxçıvan Muxtar Respublikasının statusunun təməlində ilk növbədə 30 avqust müstəqillik haqqında müvafiq olaraq bəyanat, müstəqilliyin bərpa olunmasına dair bəyanat, həmçinin 18 oktyabr dövlət müstəqilliyi haqqında konstitusiya aktı və eyni zamanda həm də bizim mövcud konstitusiyamız dayanacaq. Konstitusiyaya edilən əlavə isə prezidentin səlahiyyətli nümayəndəliyi ilə bağlıdır. Qanun layihəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının statusuna dair qanunlar 31 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 23 səs çoxluğu ilə qəbul ediləcək. Nəzərdə tutulan digər dəyişiklik Naxçıvanda yerli icra hakimiyyətləri başçılarının Ali Məclis sədrinin təqdimatı əsasında prezident tərəfindən vəzifəyə təyin edilməsidir. Naxçıvanda prezidentin səlahiyyətli nümayəndəsi institutu konstitusiyon qaydada təsbit olundu. Artıq Azərbaycan Respublikasının prezidentinin səlahiyyətli nümayəndəsinə aidiyyatı səlahiyyətləri verilir. Yerli icra orqanlarının təyinatı ilə bağlı məsələ, insan hüquqları müvəkkilinin müvafiq statusu ilə bağlı məsələlər artıq aidiyyatı əvvəlki qaydada tənzim olunmayacaq. Həmçinin Naxçıvan Muxtar Respublikasının konstitusiyasında dəyişikliklərə dair artıq bundan sonra konstitusiya qanunları yox, sadəcə qanunlar qəbul ediləcək. Ali Məclis sədrinin imzaladığı qərarlar artıq müvafiq olaraq sərəncam adlandırılacaq.